Böyük qayıdışa dair birinci dövlət proqramının icrası üzrə xərclərin bu ilin sonuna 22 milyard manata çatması gözlənilir. Bunu Maliyyə naziri Sahil Babayev bugün Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir əlavə edib ki, dövlətin artan imkanları sosial təminatın gücləndirilməsinə, əhalinin sosial rifahının yaxşılaşmasına şərait yaradıb. 2020-ci ilin sonundan etibarən yenidən qurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənmişdir. Cari ilin sonuna isə bu rəqəmin 22 milyard manata çatacağı gözlənilir. 26-cı ilin büdcə layihəsi və sonraki 3 il üzrə xərclər çərçivəsi də ilk növbədə bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur. Müzakirələr zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq. Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilmişdir. Belə ki, 2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunduğu vaxtda və dövrdə bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də 2 dəfə aşağıdır. Bu keçidin isə 3 il ərzində həyata keçirilməsi bu prosesin tam yumşaq şəkildə idarə edilməsi üçün imkanlar yaradır. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, dövlət büdcəsindən subsidiyanın ayrılmasının aydın və anlaşılan qaydaları olmalıdır. Qaydaların olmaması subsidiyanın yalnız əməliyyat xərclərinin qarşılanması üçün verilmə meyarının gözlənilməmə riski vardır. Bundan əlavə dəyişikliklər subsidiya və sifarişlə bağlı vergi qanunvericiliyindəki tələblərin təsirini də diqqətdə saxlanmasını zəruri edir. Mərkəzi Bankın sədri Taleh Kazımov isə bildirib ki, manata inam davamlı olaraq güclənir. Bu isə milli valyutamız üçün əhəmiyyətlidir. Tədqiq balansının cari əməliyyatlar hesabının profitli qalması və iqtisadi gözləntilərin effektiv idarə olunması valyuta bazarında tarazlığı dəstəkləyir. Qeyd olunan dinamika həm məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu, həm də manata inamın davamlı gücləndiyini göstərir. Bu milli iqtisadiyyatımızın və milli valyutamız üçün əsas nailiyyətlərdən biridir. Taleh Kazımov qeyd edib ki, 2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanması olacaq. İslam Əşrəfov, Samir Qasımov, Kəmal Əli Muradova, Xəzər xəbər.